بار اولار که مجلس ده حاضر دلر توردل رقی و ایسای رومله والی پیلاتوس حضور ناپاردلارو ایسایا بختان vurmaya başladılar dediler. Biz bu neticeye yetişmişek ki bu adam bize milletimizi yoldan çakardır o bize men edir ki Rum padişahına xarac verek ve deyir ki onun eze vədə verilen Mesih yani padişahdır. Pilatus İsa'dan xəbər aldı. Aya sen Yahudilerin padişahıyay? İsa cevap verdi. Sen ezin belə dedin. Ondan sonra Pilatus baş kahinlərə ki məbəd alimləridirlər və cəmaətə dedi: "Mən bu kişidə heç təqsir görməyirəm." Amma onlar israr edirlərdi və deyirlərdi: "Bu adam bütün Yahudiyyədə xalqız təlimləriylə coşardır. Cəlil vilayətindən başlamış o buran çəzdə etişmiş." Pilatus bunu eşidəndə xəbər aldı ki, gərə aya bu kişi Cəlillidir. Ona ki billə İsa Hirodis hakim hüküm sürdüğü yerin adamıdır. Onu Hirodis yanına yolladı. Hirodis'in ezi o موقع اورشلیم şehrindeydi. Hirodis İsa'yı görəndə çox xoşal oldu. Bu səbəriyə ki, onun barəsində çox qəblər eşitmişdi o. Çox vaxtıdır ki, seyirdə onu görə və ümid var idi ta İsa'dan bir para nişana görəm. O çox zadlar İsa'dan xəbər aldı. Amma İsa heç cavab vermədi. Baş kahinlər və Tevrat müəllimləri orada turmuşlar idi o çox səxt buhtanlar İsa'ya vururlardı. Herodis hakim و سربازları İsa ilə həqarətlə rual etdilər و onu rişxənd etdilər. Ondan sonra Herodis İsa'ya bir zərq و برقlı qaba giydirdi و onu Rumlu vali Pilatus yanına geri yolladı. Hələ o gündə Herodis و Pilatus birbirindən sulh etdilər. Çünki ilərtər birbirindən düşmən edirlər. Ondan sonra Pilatus baş kahinləri xalqın başı beyiklərini و xalqı öz yanına çağırdı və onlara dedi: "Siz bu kişi xalqı yoldan çıxartmaq ittihamına mənim yanıma gətirdiniz. Mən sizin gezinizdən onun haqqında xəbərləşdim. Baxın, mən bu kişidə heç təqsir bulmadım ki sizin ittihamlarınızı təsdiq edəm." Herodis hakim də heç nə bulmamış. Çünki onu bizim yanımıza geri yollamış. Aleyhindir ki o bir iş görməmiş ki elmə layiq ola. Pes mən onu şəllaq vururam و ondan sonra azad edərəm. Pilatus hər eydə onlar çə bir zindana azad edirdi. Amma var kəs bilənə icə səsinə dedilər: "Bu adamı yox et. Barabası bizimçə azad et." Barabas şəhər içində şuluq salmaq و adam öldürmək cürmünə zindana düşmüşdü. Bu səbəriyə ki Pilatus yenə seyirdi ki İsa'yı azad edə bir dəfə daha da cəmiyyətlə danışdı. Amma onlar da çəkirlərdi: "Onu səlibə çək! Onu səlibə çək!" İkinci dəfə ki onlara dedi: "Nə içə? Nə pis iş görmüş? Mən ona heç təqsir bulmadım ki elmə layiq ola. Pes mən onu şallaq vururam, ondan sonra da azad edərəm." Amma onlar israr etdilər و dad çəkirlərdi ki İsa səlibə çəkiləsi. Axırdan onların səsi gicəldi. Pilatus da təsmim tutdu ki onlar Sadiqə hökmü verə. Pes onlar Sadiqənə görə o adamı ki şəhər içində şuluq salmaq و adam öldürmək cürmünə zindana atılmışdı azad etdi و İsa'yı onların ixtiyarına qoydu.